Dördüncü bəhs. Nəzərə alsaq ki, vəhy qəti bir dəlil, əql də Allah hər birimizin daxilində yandırdığı bir çıraqdır, bu ikisi arasında ziddiyyət təsəvvür olunmazdır. Əgər hər hansı bir məsələdə ilkin mülahizə zamanı ziddiyyət nəzərə çarparsa, onda bilməliyik ki, ya dinin bu haqda irəli sürdüyü müddəanı olduğu kimi anlamamışıq, ya da əqli dəlillərimizdə hansısa səhvə yol vermişik. Çünki hikmət sahibi olan Allah heç zaman insanı bir-birinə zidd olan iki yola dəvət etməz. Əql ilə vəhy arasında ziddiyyət təsəvvür olunmadığı kimi, elm ilə vəhy arasında da əsla ziddiyyət yarana bilməz. Burada da əgər ilkin mülahizədə hansısa bir ziddiyyət nəzərə çarparsa, yenə bilməliyik ki, ya dinin bu haqda irəli sürdüyü mülahizəni düzgün dərk etməmişik, ya da elm hələ sözügedən məsələ ilə bağlı qəti bir nəticəyə gəlməmişdir. Əksər hallarda elm ilə vəhy arasında nəzərə çarpan ziddiyyətlər məhz ikinci səbəbdən irəli gəlir. Yəni elm hələ sözügedən məsələ ilə bağlı qəti bir nəticəyə gəlməmişdir. Bəzən tələskənliyə yol verilərək hansısa bir elmi fərziyyə, qəti elmi sübut, elmi kəşf kimi qələmə verilir və beləliklə də elmlə din arasında ziddiyyətin mümkünlüyü təsəvvürü yaranır.